Higien və gigiyenika bərbad gündədir. Və 10-cu, 11-ci sinifdəki uşaqlar siqaret çəkirlər, oğlan uşaqları. Bu artıq mən bəzi məktəblərdə görürəm ki, qız uşaqlarına da artıq keçməyə başlayır. Yəni o yaşda siqaretə başlamaq, tütün məhsullarına, alkohollu içəcəklərə, yəni bunlar oğlanlar bir-birinə bu xəstəliyi keçirdiyi zaman ona görə bax görürsünüz ki, bəzi biz evlənmə dövründə bizdən qan təhlilləri alınır ki, hər hansı bir HIV, hepatit, bu tip xəstəliklər olmasın. Olduğu zaman da partnerinə məlumat verilsin ki, bu xəstəlik var. Yəni biz niyə deyirik? Bizim tərbiyəmiz, bizim belə deyim, formalaşmağımız bizim məktəbimizdən başlayır. Uşaqların hal-hazırda bəlkə 5 saat, 6 saat evdədirsə, 5-6 saat da məktəbdədir. Bu məktəbdə bu gigiyenikaya mükəmməl dərəcədə diqqət olunmalıdır. Nə qədər əllərindən gəlirsə, tək bizim təhsil məktəblərimiz yox, uşaqların özü də evdə tərbiyə təlim olunmalıdır ki, necə görmüsənsə o cür burax. Yəni sifondan istifadə etməlidir, özünü təmizləməlidir. Yəni bu uşaq yaşından aşırı neşir olunmalıdır ki, o uşağın tərbiyəsi bunu görməlidir, götürməlidir.